şəhər stadionunda keçirilən Azərbaycan-Montenegro komandaları arasında, U21 komandalar arasındaki yoldaşlıq görüşü qolsuz bərabərliklə yekunlaşır. Və komandamız bu dəfə eşiş edir. Montenegrolu futbolçular bax, burada tərbiyəsizlik edirlər. Montenegronun 21 yaşlıları həqiqətən də çox tərbiyəsizlik edirlər. Yaraşmır bu onlara. Və indi gərgin anlar da burada başlayır. Aranı sakitləşdirməyə lazımdır. Aranı sakitləşdirməyə lazımdır. Heç yaraşmadı bu onlara. Heç yaraşmadı o futbolçuya. Vəziyyət getdikcə gərginləşir. Tez bir zamanda sakitləşdirmək lazımdır aranı. Meydanda 90 dəqiqə ərzində, oyun ərzində nə yaşanıbsa orada da qalmalıdır. Oyundan sonra bu cür hərəkətlərə yol vermək qətiyyən olmaz. Mütləq şəkildə həmin o Montenegrolu futbolçular cəzalanmalıdır. Mütləq şəkildə. Beləcə dəyərli tamaşaçılar, canlı yayımızı yekunlaşdırırıq. Sonluğun belə olmağını istəməzdik. Nə edək, belə oldu. Şərhçiniz Fərid Ramazanov idi. Sağ olun, salamat qalın. Bir berber